16-cı suala baxaq. 16-cı sualda AB çapdır. Çapdır dedik, yəni diametrdir. Çevrənin mərkəzindən keçib, yəni uzunluğu 2 ilə bərabərdir. Bunu qeyd edirəm. Sonra bütün məlumatlar burada doldurulub. B-nin də açıortay, yəni təmələn olduğunu göstərir. Nə edəcəm uşaqlar? Hansı qaydaları tətbiq edəcəm? Mən bilirəm ki, çevrə mərkəzindən keçən xətt toxunma nöqtəsinə, yəni radius toxunma nöqtəsinə toxunana 90 dərəcəlik açı əmələ gətirir. Bunun 90 dərəcə olduğunu bildim, bu birinci. Sonra ikinci qayda, diametrə, yəni çapa söykənən kirişlər, yəni vətərlər, məsələn, buradan bura AD vətəri ilə BD vətəri 90 dərəcə altını kəsişməlidir, bunu da bilirəm. Demək, dikdən dik endirmişəm. Dikdən dik endirdiyimizdə bizdə dik üçgəni bir dənə xatırlayaq. Burada belə bir şey var idi. Hündürlük veriləndə m versin, h kare bərabər idi. H kare bərabərdir. M vur N formulundan istifadə edəcəm. Mən buranı bilmirəm, elə deyil. 15, 9, bu 3 vur 5 deyə tutaq ki, elə deyil. Bu 3 vur 3'dür. Onu burada 3 vur 4 olacaq. Pisagor ədədlərdən gedə bilərik. Demək ki, bura 12'dir. Bax, buradan gedə bilərdik. Okliddən gedə bilərdik. Yəni 15'in kare 9 çarpı bu hissə, bura bir A atarıq. Oradan gedə bilərdik. İndi gəlin elə bundan eləyək. H kare, demək 12'nin kvadratı 144. Bu hissə çarpı bu hissəyə bərabərdir. 144 bərabərdir. 9 çarpı 10 artı A verəcək. Demək ki, 16 vur 9 bizə 144 verdiyinə görə burada 16 olacaq. 16 olanda A-nın qiyməti bizə çıxacaq 6. Bunu da A-nı buradan silirəm. Yerinə yazıram 6. Tamam mı? Bunu buradan tapdıq. 12 6-dırsa, yenə burada da dik üçgən yarandığı üçün Pisagordan tətbiq edəcəm. X-in qiyməti x kare bərabərdir. 12'nin kvadratı artı 6'nın kvadratı 144 artı 36. O da mənə verəcək 180. 180 də 36 5 deməli uşaqlar. Bundan da kök olaraq 6 kök 5 çıxar. Bu da belə cavab C variantı şəklini elədik. Açıortayı düzü kural olaraq tətbiq eləməyimizə heç ehtiyac qalmadı.